Əmir əl-Müminin əleyhissalatu vesselam buyururdu ki, gözünü hara çevirirsən çevir, kimə baxırsan bax, hansı cəmiyyətə baxırsan bax, hansı təbəqəyə baxırsan bax, fəhəl tubsuru illa fəqirən yukabidu fəqra, belələr bizim loru dildə kasıbçılıqla güləşən kasıbdan başqa bir şey tapacaqsan, yəni tapmayacaqsan. Kasıb kasıbçılığı ilə əlləşir, kasıb kasıbçılığı ilə dava edir. Hələ bu da səhlidir, biraz çox danışsam mənə bağışlayın, bu da səhlidir. Kasıb kasıbçılığı ilə dava eləsə yaxşıdır. Birdən kasıb Allahı ilə dava edir. Ola pisdir. Kasıbçılığı ilə eyb yoxdur, elə mən pisəm də, birdən görürsən də məsələn, bəzən kasıb özün təqsirləndirir, niyə görə? Əfəlliyinə görə. Etiraf edir ki, mən tənbələm. Bir mənada da yəni. Əfələm, mən biraz bacarığım yoxdur. Zamanı adamı dögünəm, filan da müxtəlif sözlər. Bir də budur ki, kasıb Allahla dava edir. Bu olayların hamısını yıxır Allahın üstünə. Və bunların hamısını Allahdan görür. Onsuz bütün hallarda bu cürdür də həm insanlara nisbətimizdə, həm Allaha nisbətimizdə özümüzdən içində görmürük ki, təqsir mütləq tərəf müqabilində olmalıdır. Nə olur olsun, təqsir onda olmalıdır. Və 50 dənə variant tapırıq. İndi də daha biraz çox bilmişləşib də, xüsusilə möminlər də, ki, hətta öz səhvlərinə ayə və hədislərlə don geyindirirlər. Qabaq bu idi ki, elə mənim başım qəbul eləmir, mənim təkəbbürlüyüm qəbul eləmir. Bu qələt eləyir, başını da divara vurur o təkəbbürlüyü mənimlə bir yerdə. Bu bir məsələ idi, anlaşılan bir məsələ idi. Mən pisəm, o pis xüsusiyyətini də qoymur qəbul eləməyə. Məsələ budur, indi mən pisəm, bu pisliyimin imzasını Allahın əli ilə atıram. Həzrəti Əmir əleyhissalamın, İmam Əlinin, İmam Sadiqin, Peyğəmbərin əli ilə atıram. Pisəm və pisliyimin imzasını əimmənin əli ilə atıram, məsumların əli ilə atıram. Bu laf pisdir. Odur ki, imam buyurur ki, kasıbdan başqa ki, öz kasıbçılığı ilə əlləşir, bir şəxs görməyəcəksən, bir kəs görməyəcəksən. Kasıbçılığına etiraz edən bir kəs görməyəcəksən. Ondan sonra buyurur, əv qəniyyən bəddələn ni'mətəllahi kufra. Bayaq dedim ki, dəyişiblər, elə kasıblarla yanaşı varlılardır, dəyişib bucurdur. İmam buyurur, ya kasıbçılığını bilməyən kasıbları görəcəksiniz, elə öz kasıbçılığının ucbatından özünü biraz da çətinliyə salanlar görəcəksiniz. Və yaxud elə burada imamın məqsədi kasıblarını dava eləmək deyil ha. Yəni laf çətin vəziyyətdə kasıblar görəcəksiniz ki, həqiqətən daha hər yerdən əl üzülüb, çox narahat vəziyyətdədirlər. Əv qəniyyən bəddələ ni'mətəllahi kufra, ya da Allahın verdiyi neməti şükürsüzlüyə çevirmiş varlığı görəcəksiniz. Ya kasıbçılığı ilə əlləşən kasıb, kasıbçılığı ilə əlbəyaxı olan kasıb, ya da Allahın verdiyi neməti şükürsüzlüyə çevirən varlı. Pulu var, varı var, Allah buna imkan verib, amma şükürü yoxdur. Heç yadına düşmür ki, bunu kim verib. Deyəndə də loğa-loğa deyir ki, özüm zəhmət çəkmişəm də, özüm qazanmışam da. Heç yadına düşmür ki, bunu kim verib. Əgər bu cür olsa, onda bilin, vay bu varlıların halına. Həzrət Resulullah sallallahu aleyhi və səlləm buyurur, bəzən bir insanın maddi rifah halının genişlənməsi, imkanlarının genişlənməsi, ruzusunun çoxluğu neymət olmaz, niqmət olar, yəni bəla olar Allah tərəfindən. Allah onun neymətin günü-gündən artırar ki, qiyamətdə əzabı daha da çox olsun. Qiyamətdə əzabı daha da çox olsun. Görsən, bəzən bizim də deyilir, filan kəs haram iş görür, yaxşı da imkanı var filan, mən xumsumu da verirəm, dolana bilmirəm. Allah istəyir də səni, göz şükür elə günə. Göz şükür elə günə. Həzrəti Resulullah'dandır, bu hədisi də deyim, daha tamamlayaq inşallah. Həzrəti Peyğəmbər buyurur ki, qiyamətin günündə varlılar Allah'tan utanacaqlar. İmkanlı şəxslər Allah'tan utanacaqlar. Verilən neymət qarşılığında özlərini apara bilmədiklərinə görə.
Və bu dünyada kef elədiklərinə görə orada biraz çətin olacaq. Peyğəmbər buyurur, Allahdan utanacaqlar. Amma Peyğəmbər buyurdu, bir dənə tayfa var, Allah onlardan utanacaq. Ya Resulallah, onlar kimdir? Buyurdu, kasıblar. Allah deyəcək ki, mən sizdən həya eləyirəm ki, dünyada sizi narahat yaşatdım, kasıb halda yaşatdım, birini tapduz, birini tapmaduz variantında yaşatdım, indi buyurun cənnətimə. Ona görə Peyğəmbər buyurdu, əl-fəqru zinəti, kasıbçılıq mənim bəzəyimdir. Niyə? İnsan bir dənə həddidi ola, Allah ondan həya eləyə. Allah ondan həya eləyə. Ona görə imam buyurur ki, hara baxırsan bax, ya kasıbçılığı ilə əlləşən kasıb, ya da Allahın neymətini şükürsüzlüyə çevirən varlıdan başqa heç kimi tapmayacaqsınız. Varlılarla davamız qalsın gələn həftəyə, inşallah gələn həftəyəcən pul qoyub mən aradan götürməsələr, davam eləyərik. Allahın verir öz Allahlığına xatir, aqibətimizi xətmə bir xeyr eləsin. Bizi hər halda azından və çoxundan bütün neymətlərə qarşı maddi və mənəvi şükür eləyən bəndələrindən eləsin. İmam Zaman ağanı bizə tez yetirsin. Bismillahirrahmanirrahim vəl-əsr innəl insana ləfi xusr illəl-ləzīnə amanu və amilu's-salihat və təvasav bil-haqqi və təvasav bis-sabr. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuh.